Natrium hidroksid və xlor, natrium xlor, natrium xlor O3 və su reaksiyası üçün nə doğrudur deyir. Xlor həm oksidləşir, həm də reduksiya. Gəlin bax, xlor burada sıfırdan -1-ə gəlib, bir də müsbət 5-ə gəlib. Həm oksidləşdirici, həm reduksiyacı, həm oksidləşmə dərəcəsi artıb, həm azalıb. Bir düzdür. Bizdən səhvi soruşur. Bir cavab olaraq götürməyəcəm. Doğru deyil deyir. Xlorun yarısı reduksiya olunur. Bunu biz əmsallaşdırmalıyıq. Deməli, xlor bir dəfə sıfırdan -1-ə 1 keçid var. Sıfırdan müsbət 5-ə 5 keçid var. Yəni, -1-ə gəlir, müsbət 5-ə gəlir. Sonra çarpaz 5, 1. Xlor -1-inə sağ tərəfdə 5. Bura 1 yazsam, 6 natrium aşı 6 olur. Burada da 6 dənə xlor var. Xlorun əmsalı 3-dür. Suyun əmsalında da 3 yazacağım. Tamam olacaq. Oksigenlər də düzdür. Xlorun yarısı reduksiya olunur. Səhvdir. 6 dənə xlorun 5-i reduksiya olunur. Yəni, bu yarı deyil. Bu səhvdir, yəni. Bunu cavab olaraq götürəcəm. Suyun əmsalı 3-dür. Bəli. Bu düzdür. Götürməyəcəm. Doğru olmayanı soruşur. Xlorun əmsalı 6-dır. Yox, xlorun əmsalı 3-dür. Ona görə bunu cavab olaraq götürəcəm. Cavab olacaq 2 ilə 4. D variantı.